Bugün hətta İranda baş verən hadisələr də Pezeşkiyanın kontrolundan xaricdədir. Bu dəqiq belədir. Amma Pezeşkiyan da hər kəs kimi bilir ki, İranda müharibə baş verərsə hansı planlar ola bilər, müharibə baş verməzsə nələr ola bilər. Və bunların hamısına həm bir vətəndaş kimi, həm də bir soydaş kimi, həm də bir insan kimi, bir prezident kimi hazırlaşır. İndi çox adam İranın daxilindən xəbəri yoxdur deyə, orada gedən prosesləri yaxından izləmir, bilmir deyə təhlil qabiliyyəti də o qədər olmur. Məsələn, Şimali Azərbaycanda mən diqqət edirəm, əsasən Rusiyanın şinelindən çıxan, Sovetin şinelindən çıxan müəyyən bir qrup, mən deyərdim, insanlar var. Onların içində hətta hörmətli millət vəkillərimiz də var, onların içində adi siyasi şəxslərimiz də var, ziyalılarımız da var. Mən baxıram, onlar Rusiya mövqeyindən çıxış edərək məsələni təhlil etməyə çalışırlar. İranda baş verən hadisələri və yaxud Pezeşkiyan Azərbaycan səfərləri. Bir qrup insan da var ki, İran meyillidir və İranı doğrudan da qədim tarixi Fars dövləti kimi qəbul edirlər. Və onlar da başlayırlar Fars mövqeyindən çıxış eləməyə. Amma bir qrup insan da var ki, mən deyərdim, böyük əksəriyyət onlardandır. Onlar öz tarixini bilən insanlardır və bilirlər ki, İran Azərbaycan torpağıdır. Siz çox gözəl söylədiniz. Və İranın heç bir güşəsi yoxdur ki, orada Azərbaycanlı olmasın. Bugün İranda gedən hər bir hadisə, istər müsbət, istər mənfi, birbaşa Azərbaycan xalqını həm maraqlandırır, həm də maraqlandırmalıdır. Azərbaycan dövlətini həm maraqlandırır, həm də maraqlandırmalıdır. Çünki elə bir xəstəlikdir ki, nəzərə alın insan bədəninə, dayan kimi nə olur dərhal? Yayıla bilər də digər orqanlar, elə deyilmi? Demək ki, onu ya nəzarətdə saxlamaq lazımdır, ya həll eləmək lazımdır, ya da ki, təslim olmaq lazımdır da qarşısında. Bizimki Türk milləti olaraq, Azərbaycan dövləti olaraq, Azərbaycan xalqı olaraq təslim olmaq niyyətində deyilik. Təslim olmaq fikrimiz yoxdur. Biz 100 ildir həm Cənubi Azərbaycanda, həm Şimali Azərbaycanda bilirsiniz ki, etirazlar eləmişik, dövlətlər qurmuşuq və demək olar ki, 100 ildə oturmamışıq yerə, düzdürmü? Ya o tərəfdə dövlət qurmuşuq, ya bu tərəfdə. Bu tərəfdə dağıdıblar, o tərəfdə qurmuşuq. O tərəfdə dağıdıblar, bu tərəfdə qurmuşuq. Və bugün də Azərbaycan dövlətini, dünya Azərbaycanlılarının dövləti hesab eləməyənlər və gələcəkdə Azərbaycan dövlətini, o taylı, bu taylı Azərbaycanı vahid görə bilməyənlər, İranda baş verən hadisələri təbii ki, təhlil eləməkdə mən görürəm, çətinlik çəkmirlər, amma hər halda bir balaca, belə desək də, yumuşaq dillə desəm, riyakarlıq hiss edirəm onların çıxışlarında ki, İran yox, məsələn, müharibə olmağı bizim xeyrimizə deyil, İranda hər hansı bir dəyişiklik Azərbaycanın xeyrinə deyil, İran böyük dövlətdir və s. Belə axır kimi, mən görürəm də bu neçə vaxtdır, mən efirləri izləyirəm, əlimə gəldikcə baxıram, görürəm ki, bu kimi yanlış cəmiyyətə məlumat verənlər də var. Halbuki, ən azından siz bilirsiniz ki, jurnalistsiz, özdə mən sizi illər tanıyıram, peşəkar bir jurnalistsiz, izləyirsiniz prosesləri, bilirsiniz ki, Cənubi Azərbaycanda İranın bu vəziyyətinə gətirib çatdırmaqda Azərbaycanlıların birbaşa rolu var. Düzdür? Doğru. Yəni 1979-cu ildən bu günə qədər ki, 79-da Azərbaycanlılar inqilab eləmişlər əslində. Sol hərəkatının məhsulu idi. Sonra dini hərəkata çevirdilər və inqilabçıları idam elədilər. Yəni o proses hamının göz qabağındadır. Yenə də xalqımız oturmadı və son 45 ili yenə də etirazlar eləyiblər. Ana dili ilə bağlı, milli kimliyi ilə bağlı, bütöv Azərbaycanla bağlı və məhsul olaraq bugün Pezeşkiyanı seçib qoymuşuq prezident. Bu, İran dövlətini yenidən Azərbaycanlıların əlinə keçirmə prosesinin bir tərkib hissəsidir. Bunun digər tərkib hissəsi nədir? Türk Dövlətləri Təşkilatının yaranması, Azərbaycanın böyüməsi, Türkiyənin böyüməsi, Türk dövlətləri arasındakı ciddi memorandumların, iqtisadi, siyasi, hərbi əməkdaşlıqların yaradılması, müqavilələrin bağlanılması və s. və ilə axır. Və biz əvvəlki gündən, birinci gündən də demişdik ki, İranın bir yolu var. Ya dağılmalıdır əslində, ya da nəcatı bir yolda təmin oluna bilər, o da Türk dünyasına meyl etməkdir. Çünki İranda olan 50 neçə milyon ki, özləri indi artıq etiraf edirlər ki, İranın 60% Türk əhalisi, İranın 91 milyon əhalisi nəzərə alaraq 55 milyon Türk var İranda. 55 milyon Türk də kifayət qədər Türk dünyasında rol oynaya biləcək bir nüfus sayəsidir, düzdürmü? Demək ki, İranın nicatı nə Sistan Bəluçistandadır, nə Ərəbistandadır, nə Kürdistandadır, nə də Farsistandadır. İranın nicatı
Avropa ilə, yəni şərqlə qərb arasında körpü ola biləcək, həm də sağlam körpü ola biləcək. Azərbaycandadır və Türk dünyasındadır. Ona görə də istər-istəməz biz özümüz prosesləri dartıb bu yerə gətirmişik. İndi də necə biz deyə bilərik ki, İranda dəyişiklik baş verməsin? O sual edirəm. Bu gülüncdür. İranda mütləq dəyişiklik baş verməlidir. Qaçılmazdır. Müharibə olmayacaq deyənlərə mən səslənirəm. Bu son 100 ildə İranda nə qədər müharibələr olub? Göz qabağına gətirin. İranın müxtəlif köşələrində parçalanmalar olub, yenə də məsələn, üsyan hesab edib bastırıblar. Azərbaycanda, Kürdistanda, Ərəbistanda, Sistanda, orada, burada daim olub da iki dünya müharibəsinin hər ikisinin mərkəzində İran idi. Düzdür? Demək ki, İran yenə də hədəfdədir və bu dəfə artıq İran ideoloji baxımından özünü elə bir mənfi səviyyəyə qaldırıb ki, o artıq bir xərçəng xəstəliyi kimi beynəlxalq ictimaiyyətdə uzaqdan görünür. Çünki baxın, məsələn, nüvə məsələsində siz elə bilirsiniz ki, doğrudan İranın nüvə silaha sahib olub-olmaması məsələsi gündəmdədir. Qətiyyən söhbət ondan nüvə bəhanə deyirsiniz. Nüvə bəhanədir. Səbəb nədir, mən sizə deyim. Ətraf qonşuların çoxunda nüvə varmı? Düzdürmü? Əlbəttə. Yaxşı, onlara niyə etiraz eləmir? Mən sizə cavab verirəm. Mən hər gün burada qonaqlarıma verirəm. Mən sizə cavab verirəm. Hər kəsdə var, İranda da olsa, məncə qəbahət olmaz. Pakistan İsraili dövlət kimi qəbul etmir. Özləri deyirlər ki, biz rəsmi dövlət kimi qəbul etmirik. Amma indiyə kimi görübsünüzmü bir Pakistan məsul, ziyalısı və s. durub desin ki, biz İsrail yer üzündən siləcəyik? Yox, qətiyyən. Deyibmi? Bu ancaq İran dilindən səslənib. Türkiyə hər daim İsraillə ciddi rəqabətdədir. Təbii. Heç indiyə kimi deyibmi ki, İsrail yer üzündən siləcək? Deməyib, yox. Bəs İran? İran həmişə dilində odur. Görürsünüz, insanı bədbəxt eləyən ideologiyasıdır, xoşbəxt eləyən də ideologiyasıdır. İranda Fars molla ideologiyası təxribə köklənib, məhvə köklənib, müharibəyə köklənib. İsrail bayraqlarını yerə çəkərək rəsmin üstünü tapdalamaq nə demək? Hansısa bir millətin bayrağını tapdalamaq nə demək? Hansısa bir dövlətin rəsmi atributunu aşağılamaq nə demək? Axı bunun bir sonu var. İran da ideoloji baxımından cəmiyyətini bu formada hazırlayıb. Siz elə bilirsiniz, doğrudan Sabah xanımı İsraillə barışsa, Amerika ilə barışsa və bütün dediklərindən kənara çəkilsə, Həşd-i Şəbinin arxasını boşatsa, Ənsarullahın arxasını boşatsa, Hizbullahın arxasını boşatsa, Livandan çəkilməyə belə deyim ki, birbaşa razılıq versə, Suriyadakı indi törətdikləri təxribatdan yenidən geri çəkilsə, Qafqazın əlin çəksə və s. Hüseyni Yundan, Əmmari Yundan, Zeynəbi Yundan, nə bilim, bu İyunlardan əl çəksə, İran cəmiyyəti, İran dövlətini saxladar sizcə? Həmən o mühafizəkar kəsim deyirəm, ha, sağ, qatı dindar kəsim var ki, bu gün hakimiyyətlərdə Sebaha məsələn idarə edirlər. Onları kontrol etmək mümkün olmayacaq. Məcburdur ki, axıra kimi getsin. Və bu axıra kimi getməkdə istər-istəməz toqquşmalarda belə deyim ki, özünü göstərəcək. Mən yadınızda sizin efirdə də dedim mən ki, Qəzzədən başlayır, Hizbullahla davam eləyəcək, Suriyada, İraqda özünü doğrulanır. İranda bu mütləq şəkildə patlaq verəcək. Yenə təkrarlayıram ki, İranın ideologiyası nə dünyanın bugünkü mədəni inkişaf ritminə uyğundur, nə də belə deyim ki, İran cəmiyyətinin kültürel o səviyyəsinə uyğundur. Ona görə dağılmalıdır. Dəstək yoxdur, nə içdən, nə çöldən. Və mən belə hesab edirəm ki, mən də sizin kimi oxudum sentyabr məsələsində ki, İran yaxında dağılacaq, məhv olacaq falan. Mən onu oxudum. Mən onu Pezeşkiyanın Amerikadakı çıxışında hiss elədim. Yadınızdadır? Pezeşkiyan Amerikada dedi ki, İran parçalanacaq. Bəli, bəli, bəli. Bu ona belə sözlər elə bilirsiniz. Siyasətdə, həm də o səviyyədə siyasətdə. Proqramdan kənar heç kim danışmır. Möhtərəm prezidentimizin sözünü sizə xatırlatmaq istəyirəm. Möhtərəm prezident dedi ki, mənim bütün çıxışlarımın, sözlərimin arxasında böyük proqramlar dayanır. Düzdür? Heç bir proqramsız, belə deyək də, hesablamadan kənar, belə deyim ki, məsləhətləşməmiş, tam qətiyyətlə hər kəsin razılığı olmamış sözü bir prezident deyər? Deməz.